Dərimi pürüzsüz, parlaq, fresh necə saxlayıram? Son zamanlar mənə bu sualları çox verirsiniz. Gəlin sizə üzümə necə qulluq edirəm onu göstərim. Yadınızdadırsa, yeni məhsullar almışam deyə story paylaşmışdım. Bu məhsulları uzun zamandır istifadə edirəm və düşündüm ki, mütləq sizinlə fikirlərimi bölüşməliyəm. Hansı ki, bunlar Ivroşe'nin Hidrovegetal seriyasından olan üz baxım məhsullarıdır. Həm özüm hiss edirdim, həm də sizin yazdıqlarınızdan belə qərara gəldim ki, bu məhsullar üzümdə çox böyük dəyişikliklər edib. Ona görə də sizinlə rahatlıqla bölüşə bilərəm. İlk olaraq bu yüngül serumu istifadə edirəm. Sanki su kimi dəriyə hopur. Tərkibində edulis suyu, aloe vera və hiyaluron turşusu var. İstifadə etdikcə fərqi daha yaxşı anlayıram. Dərimi həm yumşaq, həm də parlaq edir. Baxın. Sonra bu nəmləndiricini istifadə edirəm. Anında rahatlıq verir. Mənim dərim quruya meyilli olduğu üçün həqiqətən də can qurtaran məhsuldur. Təbii tərkibli olduğu üçün gündəlik rahatlıqla istifadə edirəm və heç bir ağırlıq da vermir. 48 saat nəmli saxlayır, dərimi dərhal yumşaldır və teksturası da çox rahatdır. İstər qış, istərsə də yay fəslində rahatlıqla istifadə edə bilərsiniz. Təəssüf ki, mən buradan sizə buraxdığı o hissi izah edə bilmərəm, amma görüntünü göstərə bilərəm. Baxın, şimdi necə təmiz, fresh görünür. Və ən sevdiyim hissə gözaltı kremi. Göz altımda kölgələr çox olurdu. İndi demək olar ki, yoxdur. Bu krem sərin və rahatladıcı bir hiss verir. Göz altları parlaq olur. Baxın, özünüz görürsünüz o parlaqlığı. Çox gözəl məhsuldur, teksturası da çox incədir. Bu 3 addım dərimi fresh, parlaq saxlayır və özümü daha yaxşı hiss elətdirir. Təbii tərkiblə üz baxım rutini. Məncə elə ən yaxşısı budur. Bu 3 məhsul bəs edir. Yenə sonda sizə ən gözəl xəbəri verirəm. Ivroşe mağazalarında Hidrovegetal məhsullarına 20%-ə qədər endirim var. Üzünüzə yaxşı baxmağı unutmayın. Hələlik.